Birinci növbədə ay gəlindən bu həyasız yatıb dururam durur. Mən də otaqdan çıxmamır, kipi çıxmır da çölə. Deyirəm gəlsin çölü də gəlimlər. Kipi səhər bizim üçün süfrə hazırlayır. Qəşəng. Canım kipişim mənim, canım Maskadan kifayətim çıxa mənim. bilsəydim bir də. İnşallah kipişi yeni imicdə, yeni dişlərlə gələcək kipişi. Ağ dişlərlə. Ağ dişi, ağappaq elətdirəcəksə dişləri. Yox. Nə rəng elətdirəcəksən? Normal da şeyim. Süt dişi rəngi eləyərsən, sütün dişləri rəngdə. Miyir zat deyil, ondan qorxuram. O biraz ağır iş olur. Ağır iş olmur əslində. Sadəcə olaraq ona bilsən nə rəng deyirlər? Şeydir, unitaz rəng. Unitaz neydi o? Hə, unitaz rəngdir. Unitazın rəngi ağappaq olur axı. Hə, fil dişi ayrı rəngdir, unitaz rəngi ayrıdır. Nəyimiz var? Bal. Balımız. Bir də bizə Gəncədən mal gəlmişdi. Hə, o Gəncədən də xəbər yoxdur. Bu arada dostlar, mən burada həmişə video falan çəkəndə hamı mebeli soruşur, məhsulları soruşur. Baxın, bütün mebellərim, elektron avadanlıqlarım hər biri TK-yə məxsusdur. Onu Emir Rusiyadan gətirib kipi. Bunu. Elə ondan incə tüpəsən. Hə, Rusiyadan gətirib Malako. Həmişə də gecə xarab olurdu. Buna şey. Emir desin ki, sən ki, biz həqiqətən o tövbü ortaya qoymuşuq. Bacı qurba, Emir oruç deyib, bu süfrəyə kimsin salırsan? Sənsin. Sən yezdirin köşərdin, çox arıqlamısan. Həqiqətən arıqlamışam. Bütün izləyicilərim yazdı ki, Ayşə xanım, çox arıqlamısınız. Həqiqətən qızlar iştahım yox. Neçə gündür, vəbşə iştahım yoxdur, heç nə yeyə bilmirəm. Amma yemək şərtdir. Hə. O başqa adamın gecələrini, ondan istəyirsən ki, ayda mən gedirəm. Sən də elədi də, son duraqda. Görür gedir. Sonra gedir. Həmən cumram şuraya. Kipeyle olanımız, qalanımız bir daha budur bacı qurba. O son damlasını səhər verdim. Kipi, niyə görəsən, necə bəzarlıqzad eləmirsən evimizə, Kipi? Nəsə tənbəlləşmişəm, o sən deyən kimi də, o nəsə bilirsən, hal gəlib mənə. Niyə bacı qurba? Tənbəllik hal gəlib mənə. Niyə sən nə olur? Həmişə gedirəm, nə Bu zəhmət olmasa biraz. Sən darıxmayıb bacı qurba. Düzələcək, hər şey düzələcək inşallah. İnşallah. Özün bilirsən ki, biz nə çətinliklərin üstəsindən gəlmişik. Bəli. Hər şey xeyirlisi. Amin. Bu xarransa da çox qəşəng baldır. Çox Xarranıb hə o. Yox, xarranmayıb, pətək var axı içində. Pətəyi ilə bir yerə tökmüşük bura. Heç nə olmayıb. Dostlar, sizcə xarlanmış bal əsl baldır? Yoxsa xarlanmamış bal əsl baldır? Mən bir dəfə paylaşmışdım. Gah yazırdılar xarlanmış bal, gah yazırdılar xarlanmamış bal. Elə oldu ki, hətta arı mütəxəssisləri belə yazdılar. Biri yazdı ki, xarlanmış, biri yazdı xarlanmamış. İndi gəl kimə inan, ikisi də arı mütəxəssisidir. Yox, xarlanmış bal çox qəşəngdir. Yəni adi su kimi bal yox. Onun yanında nə olar? Silizi qaymağı, oyda, nə qədər, yeməyimiz, içməyimiz. Göz haqqınızı halal eləyin. Allah Teala bütün oruç tutanların orucunu qəbul eləsin. Glazok eləyim. Glazok? Yeyirsən? Yeyirsən glazok? Yox, dəqiq olsun ha. Yeməyimiz, içməyimiz. Balam hissəlmisən? Bizi saat 5-də bir zəng vurublar. Hə. Səhər saat 8-də bir zəng vurublar. Zəng vurmuşam, bir uşaq zəng vurubdu, bir 50 dəqiqə. Gecə saat 5-də uşaqda nə gəzir telefonu? Estağfurullah. Dedim bir də çörək götürün. Neysə.